Amma bu səfər 60 qəpiyə aldım. 60 qəpik. Yəni siz təsəvvür edə bilirsiniz, bunların ikisinə 1 manat 30 qəpik vermişəm. 1 manat 30 qəpik. Birinə yox, ikisinə. Bugün birlikdə manata yox, qəpiyə aldığım məhsulları sizə göstərəcəm. Birlikdə baxacağıq. İşıqlarımız söndüyünə görə bu videoda yoxlaya bilməyəcəm. Amma növbəti videolarda yoxlayıb baxa bilərik. İlk olaraq bu kikonu göstərim. Aşağılara sürüşdürsəz görərsiniz ki, bir videomda bunu 1 manata almışdım. Amma bu səfər 60 qəpiyə aldım. 60 qəpik. Düşünə bilirsiniz. Kikoya da 70 qəpik pul verdim. Və bu kikonun da bir çox növünü almışdım. Sizə paylaşmışdım. Bu səfər də korичневый rəngini tapdım. Sonra Miss Fedi'nin belə bir highlighter fasonumsu bir şeyini aldım. Yəni belə bir şeydir. Növbəti videolarda göz pınarcıqlarımıza vurub baxarıq. Daha sonra Mary Kay'in belə bir bronzerını aldım. Bunu da yanağımızda yoxlayarıq. Sonra uşaqlar, bundan yenə aldım. Çünki bir dəfə almışdım. 50 qəpiyə almışdım bunu bu arada. Amma yoxlamağı unutmuşdum. Bunun da zəri belə bir şeydir. Belə bir zərdir bu da. Sonra yenə bir dənə də zər almışam. Bu da belə bir zərdir. Bu nə firmasıdır? Bu da Princess firmasınındır. Əslində bu zərin pigmentasiyasını çox bəyəndim. Açığı. Orada başqasını açdım, amma özüm bağlısını aldım. Belə bir şeydir. Baxın. Bundan çox qəşəng göz makyajları eləyəcəm. Çox gözəldir. Baxın. Hələ mənim tripodum yansaydı, siz bunu tripod ışığında görsəydiniz, vəbşə qəşəng. Bunu Temu'dan almışdım. Amma dedim ki, bu videoda bunu da yoxlayardıq. Amma artıq day keçdi. Çünki yoxlaya bilməyəcəm heç birini. Sadəcə belə bir tintdir. Növbəti videoda bunların hamısını yoxlayarıq birlikdə. Bu arada konunun sizə rəngini göstərmədim. Kikonun rəngi budur. Temu'nun rəngi bu. Gördüyünüz kimi belədir. Çox gözəl parıldayır. Çox qəşəngdir. Növbəti videolarda görüşənədək bundan sonraki videoda da bunları birlikdə yoxlayarıq.